Fiqurlar və ədədlər arası əlaqəni tapmalıyıq. Hər bir fiqurun tərəflərinin sayına uyğun ədədləri yazaq və sonra əlaqəni tapmağa çalışaq. Deməli, birinci fiqurun 6 tərəfi var. Aşağıdakının 4, növbəti 4 və 3, sonra 5 və 8. Kifayət qədər ədədlər böyüdükcə aşağıda alınan cavablar da xeyli böyüyür. Deməli, 3, aşağıdakında 7, yuxarı 5 və aşağı 6. Daha rahat 25-ə görə tapmaq olar. Çünki 3 və 4-ün kvadratlarının cəmi 25-dir. Deməli, 4-ün kvadratı üstə gəlsin, 3-ün kvadratı 25-ə bərabərdir. Digərlərini yoxlasaq, məsələn, birinci sütuna baxsaq, 36, 6-nın kvadratı üstə gəlsin, 16 bərabərdir, 52 alınır. 3-cü sütuna baxsaq, 5-in kvadratı 25, üstə gəl 64, 89 ödənir. Sonuncu sütunda baxsaq, 25 üstə gəl 36, 61 o da ödənir. Biz tapmalıyıq 4-cü sütunu. 3-ün kvadratı üstə gəlsin 7-nin kvadratı. Alınır 9 üstə gəlsin 49 bərabərdir 58. Düzgün cavab B bəndi. Hərflər və rəqəmlər arası əlaqəni tapmalıyıq. Azərbaycan sözünə uyğun rəqəmlər verilib sağ tərəfdə. Can Qarabağa uyğun da bəndlərdən uyğun gələni tapmalıyıq. Deməli, hansı hərfin hansı rəqəmlə əvəz olunduğunu bilmirik, amma kvadratın daxilindəki 3 dənə 4-dən görürük ki, bu sözdəki A hərflərini bildirir. Qalan hərflər hamısı bir dənədir. Deməli, 4 A-nı bildirirsə, aşağıdakı sözdə 1, 2, 3, 4 dənə A hərfi var. Bəndlərdə 4 dənə A olanı olmalıdır. Hərflərin yerləri, rəqəmlərin yerləri qarışıq verilə bilər. A bəndində 2 dənə 4 var, ona görə bu cavab deyil. C bəndində 3 dənə 4 var, bu da cavab deyil. Qalır B və D bəndləri. Digər hərflərin iki sözdəki ortaq və ortaq olmayanlarına baxmalıyıq. Deməli, onun üçün digər fərqli rənglə onları işarələyək. A-lar yox, digər hərfləri. Deməli, Z hərfi aşağıda yoxdur. R hərfi aşağıda var, işarə qoyuram var. B hərfi aşağıda var. Y hərfi aşağıda yoxdur. C hərfi aşağıda var. N hərfi də var. Deməli, samitlərin 4-ü aşağıda var, ikisi isə yoxdur. Sağ tərəfdəki rəqəmlərdən əlavə 2 dənə fərqli rəqəm olmalıdır bəndlərdə. Deməli, B bəndində 4-ləri silək, bunlar A-lardır. 1, 2, 3, 9, 6, 5, bir dənə fərqli rəqəm var. O da 6-dır. Yəni, o aşağıdakı sözdəki Q hərfi və Q hərfinə uyğun gələ bilər. Amma fərqli olan bir hərf var. D bəndində isə yuxarıda olmayan 0 var, bir də 6 var. Demək, bu hərflərin biri 0 və 6-nın biri Q hərfini bildirir, biri Q hərfini. Digər ortaq hərflər isə Azərbaycan sözündəki və Can Qarabağ sözündəki eyni hərflərdir. Doğru cavab D bəndi. Ədədlər ardıcılığındakı qanuna uyğunluğu tapıb sual işarəsinə uyğun gələn ədəd tapmalıyıq. Deməli, burada daha rahat görünən 3-ün 2-yə vurulması 6, 7-nin 2-yə vurulması 14. Bu ardıcıllıqdır. Yəni, 2 dənədən 1, 2-yə vurulma var. Amma digər aradakı fərq isə 1-1 artır. Burada 6-dan 7-yə 1 gəlінib. Növbətdə 14-dən 6-ya 2 əlavə olunub. 32-dən 35-ə 3 əlavə olunub. 70-dən 73-ə 4 əlavə olunub. Bizə lazımdır üzərinə 5 gəlmək. Deməli, 148-in üzərinə 5 gəlsək, alınır 153. Doğru cavab A bəndi. Yasinin yaşı Mirayın yaşının 5 mislindən 2 vahid çoxdur. Yasin və Mirayın yaşları cəmi 20 olduğuna görə Yasinin neçə yaşı var? Yazaq. Deməli, Yasinin yaşı Mirayın yaşının 5 mislindən 2 vahid çox. Deməli, Mirayın yaşını x işarə etsək, Yasinin yaşı olacaq 5x üstə gəlinsin 2. Və bunların cəmi bərabər olmalıdır 20-yə. Yazaq. 5x üstə gəl 2, üstə gəl x bərabərdir 20. 6x bərabərdir 2-ni çıxsa 18, x bərabərdir 3. Mirayın yaşı 3-dür. Yasinin yaşı isə 5 vur 3 üstə gəl 2, 17 və ya 20-dən 3 çıxmaqla 17-ni tapmaq olar. Doğru cavab C bəndi. Aşağıdakı şəkildə neçə ədəd kvadrat var? Burada kvadratlar ola bilər tərəfi 1 vahid olan.
tərəfi 2 vahid olan və tərəfi 3 vahid olan kvadratlar. Tərəfi 1 vahid olan kvadratlar şəkildə görünənlərdir, ilk görünənlər. Çünki sütun boyunca və sətir boyunca baxsaq, 3 dənə buradan, 7 dənə buradan, yəni 3 7 saydadır, 21 dənə. Tərəfi 2 olan kvadratda isə sütun boyunca baxsaq, 1, 2 dənə buradan seçə bilərik. Bu tərəfdən isə tərəf 2, 2 bunları seçməli olsa, 6 dənə fərqli halı var. 2 vurulsun 6, 12 dənə kvadratdır. Tərəfi 3 vahid olan kvadratlar isə təxminən belə göstərsək, 1, sonra 1 vahid sürüşür, 2, belə 5 dənə ola bilər. Yəni 1 vurulsun 5 dənədir. Burada əslində bir qanun uyğunluq da var. Hər ikisi 1 vahid azalır, olur 5 dənə. Bunların cəmini tapmalıyıq. 21 üstəgəl 12 üstəgəl 5 bərabərdir 38. 38 dənə kvadrat var. Cavab D bəndi. Verilmiş anaqramlardan hansı ilk sözün sonu ikincinin əvvəlidir? Deməli, biz elə hərflər seçməliyik, onların yerini dəyişməklə burada söz düzəltmək olsun. Deməli, yarı, a. Diqqətlə baxsaq, burada S bəndəki hərflərdən düzəldə bilirik, yaradan. Və ikincisində də bu, danışan sözü kimi düzəltmək olur. Digər hərflərdən sözü düzəltmək olmur. Nə ıldan, nə maqdan, yaramaq olsa, maqışan da olmur. Bu uzu, yarabuz, bu da mümkün deyil. Cavab oldu C bəndi, yaradan. Fiqurlar arası əlaqəni tapmalıyıq. Burada deməli, şaquli qara xəttin sol tərəfində 4 dənə kiçik düzbucaqlı var. İkinci şəkildə bunlar formasını dəyişib birincisi. Növbət şəkildə həmin düzbucaqlı yoxdur. Dördüncü şəkildə yenə forması dəyişmiş olmalıdır. Yəni C bəndi və D bəndi bunlara uyğun gəlmir. Yuxarıdakı nöqtə qara, ağ ardıcılığa görə yenə ağ olmalıdır. A bəndini silirik. Bir də sağdakı kvadratlarda burada 4 dənədir, 3 dənə, 2 dənə və 1 dənə olmalıdır. Bu da B bəndinə uyğun gəlir. Doğru cavab B bəndi. Cədvəldə verilmiş ədədlər arasında əlaqəni tapmalıyıq. Cədvəldə qara qalın xətlə göstərilmiş hissənin sağındakı ədədlər soldakılardan alınıb. Sətir boyunca baxaq. Birinci cəminə baxaq, alınması hasilinə baxarıq. Deməli, 5 üstəgəl 3 üstəgəl 4 bərabərdir 12. 12-ni 3-ə vuranda 36 alınır. Digərlərində də yoxlayaq. 8 üstəgəl 7 15 üstəgəl 5 alınır 20. 20-ni 3-ə vuranda 60 alınır. 3-cü sətrə baxaq. 2 üstəgəl 9 üstəgəl 6 bərabərdir 17. 17-ni 3-ə vuranda 51 alınır. Sonuncuya baxaq, yoxlayaq. Deməli, doğrudur bu məntiq. 6 üstəgəl 8 üstəgəl 12 26-ya bərabərdir. 26-nı 3-ə vursaq 78 alınır. Doğru cavab A bəndi. Ədədlər arasında əlaqəni tapmalıyıq. Burada solda və sağda rəqəmlərin sayı çoxdur. 8 rəqəm var cəmi. Ona görə onların hasili 50 olmaq çox böyük ədəd olar. Cəminə baxaq. Deməli, 6 və 4-ün cəmi olur 10. 5 və 9-un cəmi 14. Sol tərəf, sağ tərəfdə 17 və 9. 2-2 topladaq ki, rahat olsun. Deməli, 24 üstə gəlsin 26 bərabərdir 50 ödənir. Digərinə baxaq. 1 ilə 2-nin cəmi 3. 9 və 7-nin cəmi 16. 4 ilə 5 üstə gəl 9. 8 və 3-ün cəmi də olur 11 və bunların cəmi 39-a bərabər. 3-cü sətrə baxsaq 7, 6, 13. Üstə gəl 1 ilə 8, yəni 9. Üstə gəl 5, 5, 10. Üstə gəl 7, 9, 16. 48-ə bərabərdir, doğrudur. Sonuncuya baxaq. 9, 9, 18. 4, 6 üstə gəlsin 10. 7, 8 üstə gəl 15. 9, 7 üstə gəlsin 16 bərabərdir. 8, 5, 13 üstə gəl 6, 19, 9 yazırıq. Bir yadda onluqların cəmi 4, bir də yadda olur 5. Doğru cavab D bəndi 59. 3 rəqəmli ədədin 2 rəqəmli ədədə vurulmasının sxemini görürük. Burada 4'ü may 3 hərfli 3 rəqəmli ədədinə vurulduqda 2092 aldığını görürük. Oradan bölməklə həmin ayı 3 rəqəmli ədəd tapa bilərik. 2092 bölünsün 4, deməli 20-də 5 dəfə qaldı, 9-da 2 dəfə, 12-də isə
3 dəfə olur. Deməli bizdəki M, A-Y hərfləri 523 rəqəmlərinə uyğundur. Onda belə olmalıdır. 523 vurulsun 4. Bu A-nın da 2 olduğunu görürük. İkincini yazıq bura vurulsun 42. Vurmanı tamamlayaq. 2 vur 3 6. 2 vur 2 4. 2 vur 5 10. Digəri onsuz da bizdə var. 2092 və bunları toplayaq. 6 6 9 1 2. Deməli bizə lazımdır E. E hərfi 9'dur. Lazımdır D. D hərfi 6'dır və A hərfi də 2'yə bərabərdir. Bunların cəmi 9, 6, 15 üstə gəlir 2, 17'yə bərabər. Doğru cavab C bəndi.